Sürət güc, Biraz çeviklik, saydırasın. Su. Sürət qüvvə. Sürət güc hansı hərəkət qabiliyyətlə əlaqəlidir? sürət qüvvə, Sürət və qüvvə. Sürət və qüvvə ilə əlaqəlidir. Düzdür müəllim. On 12-15 yaş dövrü hansı hərəkət qabiliyyətinin əlverişli yaş dövrüdür? çeviklikdir mənim o. 12-15 çeviklikdir ya sürət gücdür? Sürət güc, Sürət gücdür. Düzdür. Hansı hərəkət qabiliyyətləri özündə birləşdirir? Neçə hərəkət qabiliyyəti özündə birləşdirir? Bax belə danışaq. 2 dənə ya 5 dənə? 2 dənə, 2 dənə. 2 dənədir. Bu da doğru cavabdır. Sonra. Mərkəzi sinir sistemi, əzələ sistemi hansı hərəkət qabiliyyətlərin funksionalıdır? Qüvvə, Yox, müəllim, çeviklikdir. çeviklik, Əzələ bağ aparatı, oynaqlar, mərkəzi sinir sistemi hansı hərəkət qabiliyyətin funksional sistemləridir? Əyilgənlikdir ya qüvvə? ərgənlik. Oldu müəllim, sağ ol, düzdür. Sağ ol. Sahil müəllim, səsi açın. Dekatlon qadınların iştirak etdiyi idman oyunudur ya kişilərin? Atletikada. Atletikada dekatlon. Qadınlar üçün nəzərdə tutulur ya kişilər üçün. Neçə gün ərzində keçirilir? 2 gün. Dekatlon neçə növdən ibarətdir? Növ və yarışlarına görə. Neçə dənəsi var içində? 17-dir ya 10 dənə? 10 dənə mənim. Dekatlon nə adlanır? 7 növçülük, 10 növçülük. Dekatlon 10 növçülük demək. 10 növçülük. Neçə 2 gün ərzində keçirilir. Birinci gündə neçəsi keçirilir? 5 dənə. 5 dənə. Hər bir yarışın arasında olan fasilə müddəti neçə dəqiqədir? 30 dəqiqədir də. Yarım saat. Aha. Birinci gündə keçirilən yarışlar hansılardır? Bax, bənd verəcəm sizə tapın. 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış, qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullanma, yadro itələmə. Bunlardır və ya qaçış, sıçrayış, addım tullanma. Bunlardır. 100 metr qaçış, yadro. Aha. Dekatlonun birinci gündə yarışlar nə ilə başlayır, nə ilə yekunlaşır? Qaçışla başlayır ya tullanmaqla? Qaçışla başlayır. Yaxşı. Qaçışla başlayanlar hansılardır və qaçışla sonlanan hansı qaçış məsafələrdir? 100 metr, bir də 400 metr məsafə. Düzdür. Əla. Düzgün ardıcıl olaraq bunları adlarını çəkin. Necə olur? Birinci gündə məsəl üçün 5 dənə başlananda ilk bildi ki 100 metr məsafəyə qaçış. 30 dəqiqə fasilədən sonra ikinci hansı yarışdır? Qaçaraq uzunluğa tullanma. Əla. Üçüncü. Qaçaraq uzunluğa tullanmaq sonra nə olacaq? Üçüncü. Dördüncü yadro atmadır. Üçüncü. Üçüncü yadro itələmədir. Dördüncü yadro. Dördüncü isə yox, baxın. 100 metr məsafəyə qaçış birinci ardıcılıq bu cür gəlir. 100 metr məsafəyə qaçış, qaçaraq uzunluğa tullanma 2, sonra yadro itələmə 3, qaçaraq hündürlüyə tullanma 4, bir də 400 metr məsafəyə qaçış 5. Birinci günlə ikinci gün arasında yaranan fasilənin müddəti neçə saatdır? 28 saatdır ya 10 saat? 10 saat mənim. Düzdür. İkinci gündə hansı idman növ və yarışları keçirilir? Mən sizə bənd verim, siz də təbii ki deyə bilərsiniz. Bənd əsasında tapa bilərsiniz, özünüz deyirsiniz. Tapacağım mən. 110 metr sədlərlə qaçış, disk atma, şüvüllə tullanma, 1500 metr məsafəyə qaçış və nizə atma. Bunlardır və ya qaçış, sıçrayış, addım tullanmadır. Bunlardır. Əla. İkinci gündə başlayan yarışlar nə ilə başlayır, nə ilə bitir? 110 metr məsafə qaçış, sonra şüvlə tullanma var, hündürlüyə tullanma var. Sonra Yox. Deyirəm ki, ilk yarışlar nə ilə başlayır, nə ilə sonlanır? Qaçışla başlayır, yenə qaçışla bitir də, ikinci gündə də. 1500 metr məsafəyə qaçış, 110 metr, 1500 axındır. 1500 metrdə axınız, düzdür. İndi bunların arasında olan fasilənin müddəti nə qədərdir? Yarım saat. Əla. Bu da doğru cavabdır. Ardıcıllıq hansılardır? Deməli 110 metr
metr məsafə qaçır, sonra şivlə turlanmağa. Aleyküm salam. Çox sağ olun. Sonra üçüncü nə idi Allah? 110 metr sədlərlə qaçış, disk atma, Yatma, şivlə turlanma, Düzdür, qatma, 500 metr məsafə turlanma. 110 metr sədlərlə qaçış, disk atma, şüvür, nizə, bir də 1500 metr məsafəyə qaçış. Əla müəllim, düzdür. 10 növçülük atletkanın incisi hesab olunur və 7 növçülük. İncisi adlanır, hələ. 10 növçülük ya 7 növçülük? 10 növçülük. Düzdür. 7 növçülük neçə gün ərzində keçirilir? 7 növçülük 2 gün ərzində kesilir, hələ. Birinci gündə neçəsi, ikinci gündə neçəsi keçirilir? Birinci gündə, birinci gündə 4'ü keçirilir. Əla. 4'ü keçirilir. Bəs ikinci gündə neçəsi keçirilir? Bu bizə məlumdur ki, ikinci gündə də 3 dənəsi keçirilir. Bu doğru cavabdır. Birinci gündə keçirilən növ və yarışlar hansılardır müəllim? Orada da qaçışdır. Bəli, orada da qaçışla başlayır, qaçışla bitir. Yəni ki, 7 növçülükdə biz bilirik ki, artıq bu zaman burada 100 metr sədlərlə qaçış var. Bir də 200 metr məsafəyə qaçış sonda var. Düzdürmü? Bəli, bəli. Ardıcıllıq necə olacaq? 100 metr sədlərlə qaçış. İkinci hansı olacaq? Yadro itələmə, hündürlüyə tullanma, var. Var hündürlüyə. Turlanma belə 200 metr məsafə qaçış. Hündürlüyü də var. Deməli bir dəqiqə 100 metr məsafəyə qaçış, yadro itələmə. Var. Hündürlüyü də var. 200 metr məsafə qaçış. İkinci gündə keçirilən 3 növ və yarış 3 növü qalır. Bunlar da biz bilirik də hansılardır? 800 metr var orada. 800 də 100 olmalıdır orada. Burada Uzunluğa tullanma, nizə atma. artıq uzunluq turlanma var bir də. Ardıcıllığı yadda saxlayaq. Biz onsuz da bunları bilirik. Baxın, siz təbii ki, bunun ətrafında danışırsa, hesab edirəm ki, bənd olaraq dərhal götürəcəksiniz. Çətinliyiniz olmayacaq. Amma bu zaman ən azından ardıcıllığı yadda saxlayaq. Nə ilə başlayır, nə ilə bitir, biz bunları bilirik. Çox yaxşı bilirik. Baxın, qaçışla başladıq, qadınlarda da, kişilərdə də qaçışla bitdi. Kişilərdə hər iki gündə qaçışla başladı, qaçışla bitdi. Qadınlarda da birinci gündə qaçışla başladı, qaçışla bitdi. Qadınların ikinci günündə amma uzunluğa tullanma ilə başladı, 800 metr məsafə qaçışla bitdi. Burada belə bir fərq edən budur. Amma ardıcıllıq mütləq yadımızda qalmalıdır. Kişilərin 10 növçülüyündə, dekatlon birinci gündə 100 metr məsafəyə qaçış, uzunluğa tullanma, 100 metr məsafəyə qaçış, uzunluğa tullanma, yadro itələmə, hündürlüyə tullanma və 400 metr məsafəyə qaçış. İkinci günündə 110 metr sədlərlə qaçış, disk atma, şüvüllə tullanma, nizə atma və 1500 metr məsafəyə qaçış. Yəni 7 növçülüyün də ki biz yadda saxlayaq. 7 növçülükdə var qadınlarda. 100 metr sədlərlə qaçış, qadınlarda 100 metrdir ya sədlər. Bəli, 100 metrdir, bəli. Qadınlarda 100 metrdir. 100 metr sədlərlə qaçış, yadro itələmə. Qadınların birinci gündə 100 metr sədlərlə qaçış, yadro itələmə, hündürlüyə tullanma, 200 metr məsafəyə qaçış. Bu da ardıcıllıq budur. İndi qadınların ikinci gündə olan ardıcıllığı var, qaçaraq uzunluğa tullanma, bir də 800 metr məsafəyə qaçış. Ortadakı nə oldu? Yadına çıxdı. Nizə atma, əla. Nizə atma. İkinci gündə də qaçaraq uzunluğa tullanma, nizə atma, 800 metr məsafəyə qaçış. Sahil müəllim, atletika qaçışlarında hansı qaçışlardır ki, aşağı startdan icra olunur? Atletikada qaçışlar müəllim 400 metr məsafəyə qədər olan qaçışlar. Qısa məsafə olan qaçışlar. Belə deyək də sprint qaçışları. Yaxşı olacaq müəllim, hə, əlbəttə ki. Ən çox o səviyyədə, bəli. Ondan yuxarı olmayacaq. Ondan yuxarı olmayacaq o səviyyədə. Hə, müəllim, üzrlə hesab elə. Bu doğrudur müəllim. Atletikada deməli aşağı startda olan qaçışlar 400 metrə qədər olan qaçışlardır ki, aşağı startdan icra olunur. Sahil müəllim, qaçışlar baxa, aşağı və yuxarı start qaçışlarında start komandasından icra olunur. Bəli. Sağ olun müəllim, əla. Aşağıda 3 start. Hər ikisində start var da. Bəli, hər
Hər ikisində var. Yuxarıda start və marş. Hər ikisində start var. Adgözəl müəllim danışdıq sizlə? Yox. Adgözəl müəllim səsi açın. Buyurun abi. Bağlayın müəllimin. Hə, yox. Adgözəl müəllim istiqaməti dəyişməklə və fasilələrlə sürətlə qaçış. Baxın, sualın quruluşuna baxın. İstiqaməti dəyişməklə və fasilələrlə maksimal sürətli qaçış. Mədə maksimal sürətlə qaçışlar. Hansı hərəkət qabiliyyətdir? Maksimal sürətlə qaç. Sürət. Sürət. Sürətdir, əla. Düzdür, müəllim, sürətdir. Qarışıq sual cavab eləyək. Futboldan, nə bilim, hər iki qabiliyyətlərdən. Baxaq. Futbol meydançasında tətbiq edilmiş xətlərin qalınlığı neçə santimetrdir? 12-15-dir. 12 12 santimetr, düzdür. 1863-cü ildə hansı idman oyunları yaradılıb? 1863'te futbol. Futboldur, düzdür. 1891 və 98-ci ildə hansı idman oyunları yaradılıb? Tez cavab verin mən. Sadə suallar. Basketbol. 1891-də hansıdır? 1898-də hansıdır? 1891'de basketbol. 1898-də həndboldur. Yarım marafon idman yerişidir ya idman qaçışı? Yarım marafon idman yeri. Düzdür. Atletika neçə bölmə, neçə növdən ibarətdir? 5 bölme 48 növ. 5 növ 48 növ. 5 bölmə 48 növ. Düz deyirsiniz. 5 bölmə 48 növ. Futsal meydançasında xətlərin qalınlığı 8-dir ya 5? 8. Meydan uzunluğu və eni nə qədərdir?